Salam. Təsəvvür edin, bir söz var ki, onun mənası həm həqiqət, həm də dəlilik deməkdir. Qəribədir, elə deyilmi? Bax, bugün biz məhz bu sözün ətrafında hörülmüş, dərin, fəlsəfi bir tapmacanı çözməyə çalışacağıq. Görək insan təfəkkürünün sərhədləri əslində hara qədərdir. Gəlin, başlayaq. Yəni, bütün bu söhbətin canı elə bu sualdır. Həqiqət necə olur ki, bir dəlilik forması olsun? Bu sualın cavabı, inanın ki, bizi çox qəribə, çox dolambac bir məntiqi labirintə aparacaq. Bütün bu işin açarı əslində elə dilimizdəki dəlil sözünün özüdür. Bu sözə bir baxın. O, eyni anda bir-birinə tamamilə zid iki mənanı daşıyır. Bir tərəfdən sübut və həqiqət deməkdir, digər tərəfdən isə ağlını itirmiş, divanə mənasını verir. Bütün fəlsəfədə məhz bu gərginliyin, bu ziddiyyətin üstündə qurulub. Yaxşı, indi gəlin bu tapmacanın ilk qatını aralayaq. Mətn bu söz oyununu götürüb, onu daha da dərinləşdirir və birbaşa təkamül anlayışına bağlayır. Görəsən, bu iki anlayış bir-birini necə təyin edir? Mətn bax, elə bu sadə suallarla başlayır. Amma inanın ki, verəcəyi cavablar heç də sadə olmayacaq. Əslində bu suallar bizi birbaşa paradoksun mərkəzinə aparır. Və budur, mətnin ilk şok effekti yaradan tərifi, dəlil, yəni sübut, ən böyük təkamülün dəli dərəcəsidir. Bir başqa sözlə desək, mətnə görə, həqiqətin ən uca zirvəsi bir növ dəlilikdir. Və baxın, məntiqi dairə elə burada tamamlanır. Təkamül isə ən böyük dəlilliyin sübut dərəcəsidir. Görürsünüz, bu iki anlayış bir-birini təyin edən, qırılması mümkün olmayan bir zəncirə çevrilir. Hər biri digərinin həm səbəbidir, həm də nəticəsi. Yaxşı, bəs əgər həqiqət və təkamül bir-birinə belə möhkəm bağlıdırsa, bu təməlin üstündə hansı bilik sistemi qurulur? Deməli, müəllif bu paradoksal təməlin üstündə çox aydın bir iyerarxiya qurur. Fikir verin, ən aşağıda təməldə dəlil, yəni sübut dayanır. Sübutun üstündə elm, yəni kamilliyi ucalır. Və elmin olmadığı yerdə nə var? Sadəcə cəhalət. Buradan çıxan məntiq çox aydındır. Həqiqət olmadan kamilliyə çatmaq sadəcə mümkün deyil. Yaxşı, bəs problem harda başlayır? Mətnə görə problem bəşəriyyətin ilahi həqiqətə, yəni ilahiyyat elminə tamamilə yad olmasındadır. Və düşünün, əgər bir cəmiyyət həqiqətə yadlaşırsa, o həqiqəti gətirən adama nə deyəcək? Təbii ki, dəli deyəcək. Bax, elə bu nöqtədə biz artıq quru fəlsəfədən çıxıb birbaşa insanlıq dramının içinə giririk. Həqiqəti, yəni dəlili gətirməyin real dünyadakı bədəli nədir? Və mətn bizi məsələnin ən ağrılı, ən can yandıran nöqtəsinə gətirir bu sualla. Həqiqətən dəlil gətirənlər həmişə dəlidirmi? Bax, bu sual həqiqətin elçilərinin niyə həmişə dəli damğası yediyini və mətnin əsl faciəsini ortaya qoyur. Cavab isə təəssüf ki, çox sərtdir, hətta amansızdır. Mətnə görə bəşəriyyət tarixi boyu həqiqəti gətirənlərə məhz belə cavab verib. Bu sadəcə bir fikir ayrılığı deyil, bu həyat-ölüm mübarizəsidir. Bəs yaxşı, bu qədər dərin şübhə, bu inkar hardan qaynaqlanır? Mətnə görə, bütün bunların kökü bəşəriyyətin ilk aldanışlarına gedib çıxır. Elə o vaxtdan bəri insanlar onları narahat edən, onlara xoş gəlməyən həqiqətləri rədd etməyə meyillidirlər. Bütün bu qaranlıq mənzərədən sonra çıxış yolu nədir? Müəllif bizi hansı nəticəyə gətirir? Bizə son sözü nədir? Və müəllifin son mesajı əslində çox cəsarətli, çox kəskin bir əmrdir. O, oxucuya deyir ki, yorulmadan, inadla həqiqəti təqdim et. Bəs nə zamana qədər? Ta ki, həqiqəti inkar edən dəlilər öz dəliliklərində boğulana qədər. Və bu son göstəriş sanki həqiqət yolunda tarazlığı qorumaq üçün bir talimat kimidir. 3 aydın addımdan ibarətdir. Uca göylərin dəlillərinə qoşul, onlar kimi ol, amma vəhşiləşmə. Hər zaman müdrikliyə, hikmətə sadiq qal. Və bütün bu mübarizənin, bu çətinliklərin sonunda ümid dolu bir bəyanat gəlir. Bütün bunlara baxmayaraq son söz budur. İşıq, yəni həqiqət, heç vaxt sönmür. O davamlıdır. Və beləcə, gəlin bu fikirlərlə yekunlaşdıraq. Bütün bu fəlsəfənin mərkəzində dayanan sual budur ki, həqiqətə inadla müqavimət göstərən bir dünyada sübut gətirməyin əsl bədəli nədir? Bu, elə bir sualdır ki, cavabını yəqin hər birimiz özümüz üçün tapmalıyıq.